İt alanların ən çox etdiyi səhvlər mənim müşahidəmdə ən çox görünüşə aldanmaqdır. 100 nəfər it alırsa da, onun hardasa da mən deyərəm ki, bir 80 nəfəri, hətta bəlkə 90 nəfəri itin sadəcə görünüşünə aldanır. Xarakterə çox da önəm verən yoxdur. Mən şəxsən içi boş bir itə pul verib almaram. Misal üçün, İdələ gəl bura. Gəl. Gəl bura. Otur. Uzan. Misal üçün, mən Rottweiler nəyə görə sevirəm? Anatomik quruluş gözəl bir şeydir. Hər kəs istəyər ki, yaxşı bir quruluşa sahib olsun, skelet quruluşuna. Onun yanında yaxşı da bir xarakter lazımdır. Bu o qədər böyük olsun ki, bunun içi boşdursa da, yaxşı mühafizə aparıb sahibini qoruya bilmirsə də, sosiallaşma bacarığı zəifdirsə də, bu it mənim nəyimə lazımdır ki? Əgər istəyirsinizsə də, daha iri bir quruluşda Rottweiler olsun, yaxşı mühafizəsi olmasa da olar. Mən aynadan baxım görüm ki, mənim həyatımda bir dənə böyük cüssəli bir Rottweiler gəzir, o başqa bir şey. Yəni, mən elə bir itə pul vermərəm şəxsən. Bir də it seçəndə, misal üçün, mən başqa yetişdiricilərdə də görürəm. Kiməsə də ağıl vermirəm, sadəcə tövsiyə kimi deyirəm, öz təcrübələrimi bölüşürəm. Gəl bura. Otur. Bir də otur. Misal üçün, yetişdiricilər bəzən itlərin boyunu istəyirlər ki, çox, belə deyək də, daha uca boy itlər yetişdirsinlər. Amma sinə enliliyinə heç fikir verən yoxdur. Bir çox itlərə baxın, misal üçün, boyları uzundur, hündürdür, eləmi? Amma sinə enliliyi var, sinə enliliyi bu qədərdir. Gəl bura İdələ. İdələ, gəl bura. Otur. Baxın, İdəlla'nın sinəsinə baxın, sinə enliliyi çoxdur. Bir də var ki, hündür it olur, sinəsi bir balaca olur. Baxsın, itdə enlilik yoxdur, sadəcə uzunluq var. Bu da bədən balansının pozulması deməkdir. İdələ gəl bura.